Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz, Allah sizlərə bərəkət versin. Əziz dostlar, Biləcəri qəsəbəsindəyik, 92, 91 və 170 nömrəli marşrutlardan cəmi 80-100 metr məsafədədir dostlar. Baxın, qarşıda gördüyünüz belə bir 3 otaqlı evimizi inşallah sizə təqdim edirik. Qiymət də əladır, qiymət də münasibdir. Tam təmirli evdir, evdə yaşayış var əziz dostlar. 6 da şükürsüzlər evimiz, sənəd, belediyə sənədidir. Gəl qardaşım. Birinci kombini göstərin. Görsət. Kombi təzədir, işlənməyib. Görsət. Yəni, gördüyünüz kimi kombi təzə qoyulub, heç işlənməyib. O da İnşallah da bizə. Allah xeyir versin. Allah köməyə versin. Siz əyləşin Kunada əyləşsən. Bebi, sən Kunada əyləş. kəs bu tərəfə. Hə. Alarsın inşallah. Gördüyünüz kimi burada evin dəhliz hissəsidir. Qapıdan Əziz dostlar, gördüyünüz kimi bura evimizin qonaq otağıdır. 6 metr enidir. Uzunudur daha doğrusu, düz istəyirəm. 3 metr enidir. 18 kvadrat. Əziz dostlar, 3 otaqlı evimiz. Və qiymətə daxildir. Evdə nə qədər əşya görürsünüz, hamısı qiymətə daxildir. Gördüyünüz kimi əşyalar da... Bəli, hamısı qiymətə daxildir. Qiymət də münasibdir, münasib qiymətdir. Görsəl qardaşım. Görsəl, bunun məsafə qovşağı. Bunun üstünə tol vırdırmışıq. Allah köməyə olsun, birinci. Qovşağıdır. Allah sizdən sağlığı versin. Gördüyünüz kimi. Və əziz dostlar, 5-in də 3-ə buradır. 15 kvadrat yataq otağımızdır və bir yataq otağı da o tərəfdədir. Bozdursuz qardaşım. Gördüyünüz kimi bunlar qalacaq. Bu mebellər qalacaq. Üzrü sahinin da indi. Ne olar ki, az işlənir. Burada əziz dostlar, 3 yarımın 3-ədir. Yataq otağı və bir də mətbəxdir. Tor qardaşım görsət. Mətbəx görsət. Böysə. Bütün əşyalar evin içində qalır əziz dostlar. Hadi gəlin buranı bəyənmədi. Və əziz dostlar, üzrü sayın, müəyyən səbəblərə görə. Əziz dostlar, evimizin qiyməti 73.000 manatdır inşallah. Əziz dostlar, bu evin qiyməti 73.000 manat satışa çıxarılıb. İnşallah ki, real alıcıya cüzi endirim olunacaq. Gördüyünüz kimi əşyalar qalacaq inşallah. Çox gözəl bir yerdə yerləşir, kombi sistemi, bütün avadanlığını, gir yaşa evidir. Gördüyünüz kimi bütün avadanlıqlar qalacaq. Kimə maraqlı olsa bizimlə əlaqə saxlaya bilər, gəlib evə yaxından baxa bilər. Əziz dostlar, hər birinizdən xahiş edirik, səhifəmizi bəyənib, videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Allah evi olmayanlara ev qismət eləsin inşallah.